hər zaman Kürdəmirə gəlişimiz bir bayram təntənəsinə təsadüf edir. Bu əlbəttə ki, bir təsadüf deyil. Bizim insanlarla görüşümüz, Kürdəmir əhalisinin bizə olan sevgisi deməkdir bu ki, hər zaman bizi görmək istəyirlər. Biz də sevə-sevə hər zaman səfər edirik. Əlbəttə, niyə də olmasın? Bölgələrimizdəki insanların sevgisini öz gözlərimizlə görmək, onların o alqışlarını dinləmək bizim üçün ən böyük hədiyyədir. Həmişə belə bayramlar olsun, həmişə sülh-əminamanlıq olsun ki, yəni biz də gözəl bölgələrimizi, rayonlarımızı gəzək və Kürdəmirdən mənim tanıdığım çox insanlar var. Həmişə biz zarafatla deyirdik ki, əgər biz kurorta getmək istəyiriksə, Kürdəmirə gələk, yəni havanın istiliyinə. Amma sizə deyim ki, hava da çox gözəldir. Əksinə biz Bakıdan gələndə daha çox istəyirdik. Nəinki bura çatanda artıq burada hava daha yaxşı idi, mülayim idi. Kürdəmir cəmaatı, Kürdəmir xalqı, hər birinizi bu Qurtuluş günü münasibətilə təbrik edirəm. Çox gözəl əhval-ruhiyyədir. Allah bizim dövlətimizə, millətimizə həmişə belə xoş günlər nəsib edəsin. Salamlayıram bütün Kürdəmir əhlini. Təşəkkür edirəm dəvətiniz üçün. Gözəl Qurtuluş bayramı münasibəti ilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Hər zaman firavanlıq olsun, gözəl günlər olsun. Çox isti qarşıladılar. Elə Kürdəmirə necə deyirlər, qədəm qoyduq. Birinci ilk gəlişimizdir.